Sual edən soruşur ki, namaz qılanın qarşısından qadın keçdikdə namaz batil olur. Bu həmçinin namaz qılan kişinin məhrəmlərinə də aiddirmi? Bəli, hədisdə gəlir ki, üç şey vardır ki, əgər namaz qılanın önündən birbaşa heç bir sutura olmadan keçərsə, o zaman namaz qılanın namazı batil olar. Bu həddi buluğa çatmış, yetkinlik yaşına çatmış qadınlara aiddir və həmçinin bütün istər məhrəm olsun, istərsə də naməhrəm olsun, bütün qadınlara aiddir. Və həmçinin burada qeyd etmək istədiyim bir məsələ də vardır ki, bu hökm yalnız kişilərə aid deyil. Qadının da qarşısından keçərsə, qadının da namazı batil olar. Çünki hədisdə heç bir istisna qadına gəlməmişdir. Necə ki, digər iki şey də qadından başqa qadının qarşısından keçərsə namazı batildirsə, yetkinlik yaşına çatmış bir qadın da digər namaz qılan qadının istər imam olsun, istərsə də tək qılan qadın olsun, onun da qarşısından keçdikdə onun da namazı batil olur. Bunu daimi elmi araşdırmalar və fətvalar mərkəzi Ləcnə Əd-Daimə fətva vermişdir. Həmçinin müasir alimlərdən böyük hədis alimi, mühəddis, allamə Şeyx Albani rahimehullah, Allah ona rəhmət etsin, belə bir fətva vermişdir. Və həmçinin Şeyx İbn Üseymin, Allah ona rəhmət etsin, bu ümmətin öz zamanında fəqihi demişdir ki, bu məsələdə kişi ilə qadın arasında heç bir fərq yoxdur. Əgər qadın, həddi buluğa çatmış qadın birbaşa sutrasız kişinin və yaxud da qadının qarşısından keçərsə, onların namazı batil olar. Allah daha gözəl bilir.